Anthropic şirkəti Claude adlı süni zəka köməkçisinin davranışını istifadəçilərlə aparılmış 700.000 anonim dialoq əsasında araşdırıb. Nəticələr göstərib ki, Claude əksər hallarda şirkətin bəyan etdiyi dəyərlərə, faydalılıq, dürüstlük və zərərsizliyə sadiq qalır. Lakin bəzən süni zəka modeli bu prinsiplərdən yayınaraq dominant və əxlaqsız davranışlar nümayiş etdirir. Tədqiqatçılar süni zəkanın dəyərlərinə dair ilk geniş miqyaslı taksonomiyanı yaradaraq Claude'un davranışının kontekstdən asılı olaraq necə dəyişdiyini öyrəniblər. Claude ilə ünsiyyətdə özünü göstərən dəyərləri sistemləşdirmək üçün 308.000-dən çox dialoq analiz olunub. Bu da süni zəkanın dəyərlərinə dair ilk geniş empirik taksonomiyanın yaradılmasına imkan verib. Bu taksonomiyada 5 əsas kateqoriya yer alıb: praktik, idrakla bağlı, sosial, qoruyucu və şəxsi dəyərlər. Ən detallı səviyyədə isə sistem gündəlik peşəkarlıqdan tutmuş əxlaqi pluralizm kimi mürəkkəb etik ideyalara qədər 3307 unikal dəyəri müəyyən edib. Tədqiqat göstərib ki, Claude adətən Anthropic şirkətinin prososial prinsiplərinə əməl edir. Bu prinsiplərə istifadəçiyə yardım, idrak təvazökarlığı və pasiyentə qayğı kimi dəyərlər daxildir. Lakin bəzi hallarda Claude'un arzuolunmaz dominantlıq və əxlaqsızlıq kimi davranışlar sərgilədiyi müşahidə edilib ki, bu da yaradıcıların məqsədlərinə ziddir. Alimlər bu cür halların istifadəçilərin müdafiə mexanizmlərini aşmağa çalışması ilə bağlı olduğunu ehtimal edir və təqdim etdikləri qiymətləndirmə metodunu bu cür davranışları erkən aşkarlamaq üçün bir alət hesab edirlər.